Dəccal hansı millətdən olacaq və hardan çıxacaq? İsa Məsihin yenidən dünyaya qayıtması Quranda varmı və Dəccalı harda öldürəcək? Çıxmaq yeri Xorasandan olacaq. İndi bu saat İran gedir ora. İsfahanın Yahudilərindən. Amma Xorasandan çıxacaq. Nisa surəsi 159 Allah Teala buyurur: "Və in min əhlil kitabi illə leyu'minenne bihi qablə mevti." Allah Teala buyurur ki, əhli kitabdan onun ölümündən qabaq ona iman gətirəcək. İsa Aleyhisselam. İsa Aleyhisselam da ölməyib baxı. O bu ayə dəlildir ki, İsa gələcək hələ. Deməli ölməyib. Çünki ayə var ki, nə öldürdülər, nə də çarmıxa çəkdilər. Allah onu götürdü özünə. Cuhudlar deyil öldürmüşük. Əslində ölməyib. Onu oxşarın, Allah Teala ona oxşarın sifəti verdi başqasına. Onu çarmıxa çəkdilər. Fəyəntəliqə həttə yətiyə lüddü. Həttə yətü lüddü. Lüdd Fələstində yerdir. Qüdsdə lüdd. İndi də adı da lüddür. Cuhudların əlində o yer, işğal olunub. İndi orada hava limanıdır. Hal-hazırda. İsa Dəccalı orada öldürəcək, Lüdddə. Lüdd deyilən yer var.